Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi Quşlar TV kanalında. Əziz izləyicilər, deməli burada görürsüz cücələrimizdir. Deməli görün necə gözəl cücələrdir, lütboğazdır. Böyle kibar lütboğazdır. Ondan sonra içində kür rəngi cücələrdir. Deməli əziz izləyicilər, bunlar haqqında danışım. Bunları getdim, belə deyək, firmadan, inkubatordan aldım. 20 dənədir. Toyuğumuzu basırmışdıq. Deməli, o köhnə toyuğumuzu çəkib göstərmişdim balalarını. Sonra isə ikisini də basırmışdıq. Biri çıxartdı, ancaq çox az çıxartdı. Biraz balaca toyuq idi, altına az qoymuşduq daha doğrusu. 9 mu nəmi yumurta qoymuşduq. Haradasa 5'ini çıxartdı. 3'ü lütboğaz, ikisi belə də adi. İndi onun altına tökəcəyik, gələn videoda göstərəcəm və 20 dənə də belə gözəl cücələr aldım. Ne gözəl cücədir. Baxın, ağlı qaralı, ağlı bozu. Yəni 25 dənə belə deyək cücəmiz oldu. İndi nə qalacaq, nə qalmayacaq. Baxın, gözəl cücələrdir. Hətta bu deyəsən üzü tüklüdür. Bu üzü tüklüdür, baxın. Görsənirmi? Görsə üzü tüklüdür bu. İki dənə səhv etmirəmsə üzü tüklü var, deyəsən bizdə yoxdur. Evet, bu da təbii ki üzü tüklüdür. Bunda üzü tüklüdür. Elə şey deyil də, yəqin ki çox hələ üzü tüklənməyibdir. Şimdi biraz böyüyəndə bilinəcək. Bu da ayağı necə gözəl papışlıdır. Rəngi də görürsünüz bozdu fason. Deyəsən pipi də şeydir. Deyəsən bunun bramadan dönmənin dönməsidir. Baxın, bu da gözəl. Necə gözəl cücədir, baxın. Görürsünüz. Belə. Ən xoşuma gələn bu oldu. Bax mənim bu keçəl lütboğaz. Burada qırpipikdir. Şeyimiz de var bizim. Onun adı neydi? Başka lütboğazımız o yeşil cücələrin içində yəqin ki baxanda görürsünüz. Onun da içində lütboğaz var. O da kür rəngidir, o xoruzdur. Bu fərq olsa ikisini bir belə deyərdim saxlayaram. Baxın, burada da qənətlər ucu bəzi rəngi çıxır. Deyirlər ki, əzizlərcə, bu qənəti belə çıxanlar fərq olur. İndi bax, düzdür, yadımda qalmayacaq, hasında qənət şey çıxmışdı, hasında çıxmamışdı. Amma belə deyək də, şey olsa, onun adı nə idi? Yadımda qalsa, biləcəm ki, şeydir. Bunda da var qənət, baxın. Deyəsən, bu fərədir. İndi görək də, bax, lütboğaz. Bu ruslar bilir. Nəsə ayrılanda deyir xoruzdur, ayrılmayanda fərədir. Bunda ayrılır. Deyirsən xoruzdur. Bir də ayağından tutanda da bilmirik. Deyir, əgər belə mübarizə eləyirsə fərədir, eləmirsə xoruzdur. Uy, belə öldürəcək. Cürəyə bax belə. Nə bilim, incitməyim. Çox da cücələrdir. İnşallah dırnaqları bərk olsun. Yaxşı qalsınlar. Qəşəng qırmızı cücələrdir. Belə. İstədim çəkəm sizinlə, əziz izləyicilər, paylaşam. İndi bunu biz axşam toyuğun altına atacağıq. Toyuğun öz balaları da var, 4-5 dənə. İndi atacaq toyuğun altına. Yəqin ki yaxşı götür buna bax, bu potuya bax, pota bu 100% gözü tüklüdür bax. Bu üzü tüklüdür. Belə.
Bundan yeri ola yaxşı. Ölməyələr. Ümumiyyətlə adam çox Alatürkə. Bax, bax, başında da xalı var. Bu deyəsən bir bürcürədir. Bilələr həmişə heyrətdən dönmə olur. Baxın, pipini görsünüz. Nəsə bunun gözü başda biri bürcürədir. İnşallah bu da üzü tüklüdür. Deyəsən ya potadı yerə göstərir ya nə bilim yüzü yoxdur. İnşallah biraz keçsin bilinər. En hoşuma gelen budur. Göy renk. Bir de bak bu da keşikli. Bu cüceler siz necə olur? Qara üstə ağaq nöqtələr. Bak elə cüceler ümumiyyətlə hoşuma gəlir. Ne bilim. Görək də indi əziz izləyicilər. Görək nə olur, necə olur. Yəqin ki yaxşı olar. Dırnaqları belə deyək, bəlkə olar. Belə. Yaxşı qalarlar. İnşallah. Bugün çıxıblar səhər-səhər. Görürsünüz, yem axtarırlar, yem yeyirlər. Əl çəkəmirəm, çox gözəldirlər, gözəl. Gözəldirlər, gözəl. Belə, cingillər. Toyuq yəqin ki saxlayar. Yəqin ki o birisi toyuq götürdülər. O birisinə aldıqlarımız, deməli əziz izləyicilər, bir həftəlik idi. O serebrisat var idi. Yəqin ki bunları da götürər. Keçin qırağındadılar. Sözü birazını düşürürlər. Yaxşı olarlar. İnşallah ananın altına tökəcək. Belə, bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun əziz izləyicilər. Like qoyun və bizi izləməyi unutmayın. İnşallah da belə deyək. Gələn videolarımda çəkilişdə göstərəcəyəm gözəl cücələrimizi və digərlərini. İnşallah hələ 2 dənə toyuğumuz çıxardı. Daha doğrusu bir dənə. Biri çıxardı, biri də çıxardı. Belə, sağ olun, salamat qalın.